Masazır qəsəbəsi Zaur Həsənov küçəsinin sakinləri gileylidilər. Onların narazılığına səbəb yolların asfaltsız olmasıdır. Küçə kələ kötürdü. Buna görə də hərəkət etmək çətindir. Asfalt yoxdur. Palçıqdır. Bir dənə yağış düşən kimi, su düşən kimi palçıqdan yerimək olmur burada. Yol bərbad gündədir. Suyu, arx, elə bir daş, qum, elə bir kəndin içindəsən. Şəhərin içində, amma şəhərlə kəndi seçmək olmur. Şaraboy dağılır, obisi dağılır. Ayda məsəl üçün 200-300 manat xərcimiz çıxır elə belə. Məktəb var, obisi var. Sayır yağış yağdı, bura olur gölü məsələn. Yollarımız pis gündədir. Zulm çəkilir. Bax belə gediş gəlməklə maşınlarımız dağılır. Uşaqlar məktəbə gedib gələ bilmir. Palçıq, zığırlı, kanalizasiya, su hamısı qarşı bir-birinə qırdadır. Baxanda yoxdur. Mənə taksi o günə getirdik, ailəmlə Sumqanı doluydu. Bizi düşürdü yolu qıranlar, taksi yox idi. Mən getmirəm qardaş. Getmirəm. Mən kimə şikayət edeyim? Gelmişik bələdiyyənin yanına, gəlib dəl edir. Gəldi, öpdü, püstü. O, bu dağılır. Bir ay gəl, bir ay. Bunun üçün bir ay idi. Gəlir ki, mən alamıyorum. Məsələ ilə bağlı Masazır Bələdiyyəsindən bildirildi ki, Zaur Həsənov küçəsində bu ilin sonuna qədər təmir işlərinə başlanılacaq.